Propan alkanlardadır. Propen, bəli. Propilen, yox propen deyil. Propen neçə? Birdən başlayıb da. Propen 1. Deməli, laboratoriyada alınma suları hansılar oldu? Götürürük spirtləri, bir atomlu spirtləri temperatur 140-dan yuxarı dərəcədə qızdıranda su ayrılacaq, alınacaqdır alkenlər. Məsələn, etil spirtini 140-dan yuxarı dərəcədə qızdıranda alınır etilin. İkinci qayda, bu yenə həmin qaydadır. Sadəcə olaraq burada göstərdik ki, iki qat rabitə harda olmalıdır. Hardan olacaqdır? Niyə Nurlan burada oldu, burada olmadı? İki qat rabitə. OH-ın birləşdiyi karbonların hansının hidrogen sayı azdırsa, hidrogen oradan qopacaq. Bax, görürsünüz, burada 2 dənə hidrogen var, burada 3 dənə hidrogen var. Deməli, sən burada hidrogen götürürsən, su kimi buradan çıxır, su şəklində. Buradakı xəttlər bir-birinə birləşərək həmin bu xətti əmələ gətirir. Yəni, iki qat rabitə bura deyil, ortaya düşəcəkdir. Sonra, monohalogenin törənmələrin üzərinə kalium OH-ın spirtə məhlulu, suda deyil, spirtə məhlulu gələcəksiniz. Kalium, xlor, su ayrılacaqdır və bu xəttlər birləşərək alkenə və gətirəcək. Burada fərqi yoxdur, hər ikisində hidrogen sayı eynidir. Hər iki tərəfdən saya bilərik, yəni dəyişmir. Propen 1, burada da iki qat rabitə olsa propen 1-dir, burada da olsa propen 1-dir. Bunun heç bir fərqi yoxdur. Sonra gəlirik üçüncü qayda. Üçüncü qayda, yaxşı buradan yazıram. Ümumi neçə qaydadır? Ümumi 3 dənədir, alınma üsulu. Monohalogeni, bir də siqnal təsiri. Ondan sonra nədir? Dihalogeni törənmənin üzərinə xlor, CH3. Üzərinə gəlirəm sink və yaxud da magnezium metalı. Fərqi yoxdur, hər ikisindən gələ bilərik. Burada fikir verin, halogenlər bir-birinə necə yerləşiblər? Qonşu. Amma biz keçmişdik istisq alkanlarda, bunlar bir-birindən aralı yerləşirdi. Düzdürmü? Siz gəlirdi, xlorları götürürdü, belə qatlayırdı. Amma burada isə bir-birinə qonşu yerləşir. Qonşu yerləşibsə, gəlir bunları buradan qırıb götürür. Bax, bu kurçoklar bir-birinə birləşərək burada bir rabitə əmələ gətirir. Olur CH2, 2 qat rabitə, CH3. Gördünüz? Bax, bu testə çox sal düşür. Dihalogeni törəmənin üzərinə siqnal təsir edəndə iki cür birləşmə əmələ gəlir. Əgər qonşudurlarsa, alkenlərə əmələ gələcək. Yox, əgər aralıdırlarsa, onda biz bunu qatlayaraq siklo əmələ gətirəcəyik. Bu 3 dənə alınma üsulu oldu. Bir də deyirəm, ümumi alınma üsulları. Birinci hansı oldu? Nə idi bunlar? Spirtlərin dehidratlaşması. Nə deməkdir dehidratlaşma? Suyun ayrılması. Spirtdən suyu ayırdınız, alında alken. Temperatur neçə olmalıdır? 140 kilos, 140-dan yuxarı olmalıdır. Əgər belə uzun spirt olsa, OH-ı buradan qoparanda, H hardan qoparmalıyıq? Karbonda hidrogenin çox olanlar yoxsa az olanlar? Az olanlar. Bax, bunda 2 hidrogen var, bunda 3 hidrogen var. Ona görə buradakı hidrogeni qoparırıq, iki qat rabitə gəlir ortaya. İkinci qayda nə oldu? Monohalogenli, bir dənə halogen, xlor da ola bilər, brom da ola bilər, fərqi yoxdur. Monohalogenin üzərinə kalium OH-ın qələbinin nədən məhlulu? Spirtdə. Suda olmazsa, testə düşür, spirtdə məhlulundan alınacaqdır. Üçüncü üsul nə oldu? Dihalogeni törəmənin üzərinə ya sink, ya da magnezium təsir edirik. Amma bir şərt var, halogenlər necə yerləşməlidirlər bir-biri ilə? Qonşu. Bəli, qonşu olmayanda nə alınacaqdır? Qatlayırıq belə, nə deyirik ona? Qapalı zəncir, qapanmaq nə idi? Bəli, siklo əmələ gəlirdi. Laboratoriyadan keçən dəfə keçmişdik, onu bilirdik. Keçirik indi kimyəvi xassələrlə. Dedik ki, alkenlər doymamışlardır. Nəyə görə doymamış deyirik ki, onlar ona? Nəyə görə doymamış deyirik? Bəli, yəni pir abdəsi var. Bəli, pir abdəsi var. Alkenlərin birinci nümayəndəsini yazıram. Üstə gəl, hidrogen qazı. Deməli, doymamışlar. Buradakı pir abdəsinin hesabına, bax, bu pir abdə qırılır, açılır, bax, bu formada açılır və bu atomlar hərəsi birinə birləşir. Hidrogenin biri bura gəlir, ərlöfəyə bax, digər də bura gəlir. Olacaq, CH, ikisi var idi, biri gəldi bura, oldu CH3. Bu hansı birləşmədir uşaqlar? C2H6. Buna nə deyirik? Etan. Etan nədir? Alkandır. Yəni artıq alken, yəni etilen, eten çevrə oldu nə? Etan. Yəni tamamilə doymuş hala gəldi. Bir mol hidrogen birləşdi. İndi digərini yazıram. Tura nə desin? Üstəgəl xlor qazı. Bax, alt şəklində yazdım. Xlor qazı. Deyirik ki, doymamışlar birləşmə reaksiyası daxil olur.
Yəni bunlardan nə rabitəsi var? Pi qırıldı. Pini qırdıq, açdıq. Pi açıldı. Aha, xlorun biri buna, biri buna birləşdi. Düzdürmü? Bəli. CH2 xlorun biri bura gəldi, biri burada bura gəldi. Başqa bir misal yazıram. CH2 2 qat rabitə. CH, CH3. Üstəgəl. Yox, hələ bunu yazmayayım. Bunu sonra yazacağım. Hələ asandan yazıram. Üstəgəl H xlor. Günür desin. Hansı rabitə qırılacaq? Hansı rabitə? CH. Burada hansı rabitə qırılacaq birləşmək üçün? Pi. Bəli, pi rabitəsi. Biri sigmadırsa, biri pili. Pini qırıb açırıq. Pini açdıq. Aha. Hidrogen birinə birləşdir, xlor birinə birləşdir. Hansına birləşdirək? Fərqi yoxdur. İkisinin də hidrogen sayı eynidir. Birinci gətirək hidrogen qoyaq. CH2 hidrogen biri gəlir bura məsələsi. Bura gəlir. Olur CH3. Üstə gəl. CH2 xlor. Bura kimi başa düşdünüz? Yəni birləşmə reaksiyasında nə qırılmalıdır? Hansı rabitə qırılmalıdır? Pi rabitə qırılır. Və verilən atomlar həmin o açılmış hissələrə birləşir. Bu qədər rahatdır. Yəni indi bunu göstərirəm. Bəs birdən belə bir birləşmə verir. CH2 2 qat rabitə, CH, CH3. Üstəgəl H xlor. Məsələn, verilib H xlor. Deməli uşaqlar, burada yenə birləşmək üçün 2 qat rabitə açılır. Pi rabitə qırılır, açılır. İndi mən hidrogeni hara birləşdirim, xloru hara birləşdirim. Burada hidrogenin sayı 2-dir. Burada hidrogenin sayı 1-dir. Bax, burada ya da saxlayın. Buna deyirlər Markovnikov qaydası. Alimin şərəfinə adlandırıblar. Hidrogen harda çoxsa ora gedəcək. Bax, harda çox hidrogen burada. Deyirəm, nəsl nəcabəti hardadırsa gedir ora. Amma xlor isə hidrogeni az olan tərəfə gedəcəkdir. Alınacaq CH3, CH, xlor, CH3. CH3. Bu formada olacaqdır. Buna deyəcək nə? Markovnikov qaydası. Markovnikov qaydasına görə hidrogeni çox olana, az olması digər gedəcək. Məsələn, bir nə yazıram? CH2, 2 qat rabitə, CH, CH2, CH3. Üstəgəl yazıram H2O, su da HOH açıq yazıram. Nurlan desin. Nə rabitəsi qırılacaq buradan? Pi rabitəsi. Hardadır pi rabitəsi? 2 qat rabitə yəni. Qırıldı, açıldı. Burada hidrogen 2-dir, burada 1-dir. Səncə H hara, OH hara birləşəcək? H çox olan. H-ın çox olana nəsl nəzarət harada? Aha, OH da gələcək bura. Onda yazıram CH3, CH, OH gələcək bura. CH2, CH3. Bu formada olacaqdır. Bir də belə birləşmə yazıram. Bax, yenə yazıram CH2, 2 qat rabitə, CH, CH3. Üstəgəl yazıram hidrogen qazı. Turanə, pi rabitəsi qırıldı, açıldı. Birində hidrogen çoxdur, birində azdır. Günür lövhəyə bax. Birində hidrogen çoxdur, birində azdır. İndi mən ikisi hidrogendir. Hansına birləşdirim? Fərq eləyər yoxsa yox? Elənməz. Bax, ikisi hidrogendir. Ha, bunu bura gətirdim, bunu bura birləşdirdim, ya da təsir edim. Eyni şeydir da. Deməli, Markovnikov hansı halda tətbiq olunacaq? Müxtəlif atomlar olanda. Eyni olanda fərq yoxdur. İkisi hidrogendir. Ha, hidrogen bunu qoydum, ha, opsini qoydum. Yəni, eyni şeydir. Burada heç bir dəyişiklik olmur. Elə eyni olacaqdır. CH3. Buna deyəcək Markovnikov qaydası. Ümumiyyətlə, sual olunur ki, alkinlər doymamışdır. Həmişə neçə mol maddəni özünə birləşdirəcək. Deyəcəksiniz 1 mol. Pi rabitənin sayı nə qədərsə, o qədər özünə maddə birləşdirir. Bu belə. Sonra keçirik polimerləşməyə. Nədir polimerləşmə? Bu için sizə kola, fanta, butulkalar. Butulkaların tərkibi, bax bu etilendən əmələ gəlir. Etilendən əmələ gəlir. Bax CH2, 2 qat rabitə, CH2. Burada deyir ki, pi rabitə çıxıldıyıb açılır. Bax, mən həmişə deyirəm, bunu açırıq. Bax, açılır. Bu açılanları, buradan yazılır hələ. Açılanları, baxın, CH2, CH2 belə. Elə bilin ki, bax, bunu belə qırıb açırıq. Bax, belə aralayırıq belə. Bax, bu formada aralayırıq. Sildim də yazıram. Elə bir CH2, CH2, yəni bunun adı etilendir. Etilen. Bu alınan birləşmə polimerdir. Buna deyəcəksiniz polietilen. Lövhəyə bax. Polietilen. Buna deyəcəksiniz polietilen. Polietilen artıq polimer birləşmədir. Çoxlu bu monomerlərin birləşməsinə əməl gəlir. Plastik pulkaların istehsalında geniş istifadə olunur. Sirabı bəs nəyindən hansını? Sirab yox, sirabının pulkasını deyirəm. Polimerləşməni dedik.
Sonra oksidaşma Şüşə də reaksiyası. polimerlərdən hazırlanır. Necə? Şüşə. Şüşə yox. Şüşə silisimokidən Yox, hazırlanır. həmən o içməli şüşələr. O da polimer, polietilendən hazırlanır. Bəs indi bunu gəlin polimerləşdirək. Bu bez mürəkkəbdir. Buna fikir verin. Bax, iki qat rabitə açılır. Bax, açdım. Birini qoydum bura. Bəs bunu hara qoyum? Bu tərəfə çıxartmalıyam. Onda bunu belə qatlayıb aşağı eləyərəm. Amma bunun burasını qatlayaram. Bax, Evet. bura baxın. CH2. Bunu belə aşağı eləyim ki, qırılan xətti bura gətirim də. CH, bunu aşağı gətirəm. CH3. Bax, bu belə yazılacaq. Bu testdə həmişə düşür. Bunu verirlər. Baxın, bu formadadır. Bunun adı propilendir. Bu olacaqdır izopropilen. Propilen olacaqdır izopropilen. Değişti. Bəli, burada iki qat rabitə qırılır. Biri bura gəlir, bu qatdan aşağı bir dənə xətti bu tərəfdən çəkəcəksiniz. Yanma reaksiyası. İstənilən üzvü maddə əl yanında nə alınır? O oksigen. Oksigenlə yer reaksiya görəndə nə alınacaq? Karbon qazı, CO. CO2 plus Başka. H. H2O. Karbon sayı n-dirsə, burada n qoyuram. Hidrogen sayı 2n-dirsə, bura n qoyuram. Oksigen sayı nə qədər olacaqdır? 2. Bəli, 3n bölünsün 2. Bu da olacaqdır sizin yanma reaksiyanız. Sonra doymuşlarla doymamışların fərqi nədir? Doymuşlarla doymamışların fərqi. Biz alkanlar keçində nə dedik? Dedik ki, alkanlar nə bromlu suyu rəngsləşdirir, nə də kalin permanganatı, düzdürmü? Amma bunlar doymamış olduğuna görə bunlar həmin reaksiyaya girirlər, dəyişirlər. CH2 iki qat rabitə, CH2 üstə gəlir brom qazı, brom daha doğrusu mayesi. Biri bura gəlir, biri bura gəlir. Alınır CH2 brom, CH2 brom. Deyəcəksiniz ki, bromlu suyun rəngi dəyişir. Əslində bromlu su tün qırmızı rəngdədir, burada rəngsizləşir. Yəni deyəcəksiniz ki, alkenlər bromlu suyu rəngsizləşdirir. Çünki onlar doymamışdır. Bu birinci qayda. İkinci, alkenlər məsələn ən çox istifadə olunur etillə C2H4. Üstəgəl kalium permanganatın təsiri ilə kalium mangan O4. Açıq yazmam, reaksiyanı qısa yazıram. Etilen kalium permanganatın təsiri ilə oksidaşərək alınır etilen glikol, 2 atomlu spirtdir, bunu keçərcək gələnir. CH2OH, CH2OH. Etilen glikol antifriz kimi istifadə olunur. Etilen glikol. Etilen glikol əmələ gəlir. Bir də aralı məhsul kimi mangan O2-lə kalium OH əmələ gəlir, yəni bütöv reaksiyan yazanda. Və kalium permanganat da yenə rəngsizləşir. Bu iki reaksiya deyəcəksiniz ki, etilen sırası karbohidrogenlərin təyini reaksiyasıdır. Nə reaksiyası? Təyin reaksiyası. Yəni bunlar təyinləmək üçün bunlar bromlu suyu da rəngsizləşdirəcəkdir, kalium permanganatı da rəngsizləşdirir. Bir də etilenin belə birləşməsi reaksiyası var. CH2, iki qat rabitə CH2 üstəgəl oksigen, argentium iyonun təsiri ilə alınacaq CH2, CH2O. Etilen oksid, epoksid deyirlər buna. Etilen oksid və yaxud da epoksid əmələ gəlir. Belə birləşməsi də var. Dərsimiz bu qədərdir. Kimin sualı var? Sonra. Sualınız yox.